Bunlar axı sosial mediadan bizə çox aşılanır ki, əgər sən uğur qazanmaq istəyirsənsə bu təlimə qoşul. Əgər sən satışlarını 1-ə 5 artırmaq istəyirsənsə mütləq şəkildə bu təlimlərə qoşul və burada hər kəsin özünə qarşı bir inamsızlığı yaranır. Özünə qarşı yarandığı inamsız bunun biznesdə istər-istəməz birbaşa olaraq təsir göstərir. Tam düzdür. Aha. Onda belə çıxır ki, biz öz potensialımızı birinci özümüz görməliyik. Birinci özümüzə inanıb. Yəni mənə görə biz güvənmirik özümüzə. Mən təlimə gedən dostlarımın hamısını təqdir edirəm, alqışlayıram və getmələrini də tövsiyə edirəm. Amma gedəndə deyirəm ki, birinci şərtiniz sizin analiz etmə qabiliyyətiniz olmalıdır. Yəni mənim hər dediyim düz deyil. Mənim hər dediyim tam şəkillənəcək deyə bir mahiyyət də yoxdur. Sən deyilənləri öz süzgəcindən keçirməlisən. Bu belədir. Amma mənim fikrimcə, mən bir çox şirkətdə demişəm ki, biz çöldə təlimizi gətirmək istəyirik və bunu anlasın. Deyirəm ki, olarmı öncə içinizdən birini çıxardasınız? Olarmı içinizdən biri çıxsın deyin ki, sən bir satış təlimi ver. Yəni bu sənin içindədir də. Olarmı bir özümüzə nə deyə biləcəyimizə bir baxaq. Ya çöldəki bizə deyəcək. Onsuz da deyirlər. Sevməyənlər sevirəm deyil. Üzməyənlər üzür. Dostam deyənlər yanında olmur. Çoxam deyəndə yalnız qalırsan. Ya bu çöldə olur da. Bəli. Bəs biz özümüz hardayıq axı? Yəni mən özümlə yan yanamıyam. Özümə güvənirəmmi? Özüm nə elədiyimin fərqindəyəmmi? Özüm pozitiv və eksik tərəfimi görürəmmi? Bu şəxsi. Bəs şirkətim də özümdür də. Biz biraz kənara çıxıb özümüzə baxmağı denəməliyik. Mən yəni onu çox bacarmasam da mən hər zaman deyirəm ki, əksiyəm. Mən bunu yaradana qarşı deyirəm. Və deyirəm ki, bu əksikliyimlə ilgili məni qəbul et. Yəni adı qoyulmuş xəta, adı qoyulmamış yaxşılıqdan yaxşıdır məntiqi ilə mən həyatıma davam edirəm. Yəni nə elədiyimin fərqində olaraq həyatıma davam edirəm. Mən biznes sahəsində də Azərbaycan sahibkarlarının çox iş gördüyünə inanıram. Bax bunu səmimiyyətlə deyirəm. Və çox iş gördükləri halda gördükləri işləri anlamadıqlarını və deyirlər ki, nüjəlli mən bu nöqtəyə qədər gəlmişəm. Acabası var adamın. Gəlib ora qədər. Amma bunun da belə görən danışmanlar, məsləhətçilər baxır sənin o boşluğunu və deyir ki, sənin mənə ehtiyacın var. O da axıdır. Yəni biz biraz özümüzə dönüb baxsaq, şirkətimizə dönüb baxsaq, mövcudu analiz eləsək, bəli, biz əksiyik. Hər təlim insana bir şey qatır. Ehtimalı yoxdur. Ən azından əlaqə qatır. Hər təlim insana bir yön verir. Amma səni kökündən dəyişdirmə nöqtəsində kim iddia edirsə, bu çox sağlam dəyərlərə aiddir. İnancdır və s. və ilə axır. O ikinci xarakterdir. O da ola bilər. Amma biz həyatda yaşadığımız hər şey bir şeyə xidmət edir. Öyrənmək. Mən 44 yaşım var. 2 gün əvvəl bəzən olur bu yazıram arada nəsillər, şeir yazdığımız da olur, nəsil yazdığımız da olur. Özümü qınadığım yazılarım da var. Yəni illərdir bunu edirəm, əksik olduğum tərəflərlə ilgili. Mən əksik tərəflərimiz, dərs alacağımız mövzular, yaşadığımız problemlər 2 ildir müəyyən bir imtahanımız yaşır, atamız, anamız. Bəli, Allah rəhmət eləsin. Mən onlara baxanda baxıram ki, yəni 2 gün əvvəl, yəni bu yaşadığım da mənə nəyisə öyrətmək üçündür. Amma mən öyrənirəmmi? O var. Biznes də budur. Əslində bizə çox fürsət gəlir. Amma bu fürsəti mən görürəmmi? Fərasəti olan görür, fərasəti olmayan görmür. O yüzden bilirik yəni. Təməllərimiz də var, sadəcə bunu sağlamlaşdırmaq lazımdır.